Atamın ad günüsüdür və ad günü bloqu ilə qarşınızda. Atalara, analara can sağlığı versin. Mənim də valideynlərim onların içərisində olmaqla atamı təbrik edirəm. Allah uzun ömür versin. Beləcə hər zaman başına yığışaq, yeyək, içək, deyək, gülək. Bunu arzu edirəm ona. Allah uzun ömür versin və can sağlığı versin. Nəvəli nəticəli olsun. İnşallah Raminin toyunu yığışaq. Raminin toyunu eləyəsək salamat. Qızlar, bu günləri atam üçün nə hazırlayırıq? Demək olar ki, yeməkləri mən hazırlayıram. Papa 3 ədəd toyuq kəsir. Mən salat hazırlayıram. Mama dovğa bişirir. Mamanın dovğası bilirsiniz ki, xüsusi olur. Çalışdım ki, sizin üçün bölüşün, baxasınız. Qəşəng dovğanı hazırlayır mama. Hər kəsdir ki, mənim mamamın dovğası fərqlidir və bunun sirri mənlə gəlir ki, o ayran qaynamış yox, buxar çıxanda göyərtisini əlavə etməyinə görədir. Deməli, mən də aşı soğanını doğrayıram, yağ əlavə edirəm, qoyuram qazana, qızarsın və digər tərəfdə də biz axşamdan hazırlamışdıq aşın qarasının ətin. Və mən salat hazırlayıram. Salatdakı qarğıdallı salatdır. Onu əlimlə doğramıram. Belə hazır, bilmirəm aparatda nə deyirlər, doğrayıcı aparatda doğrayıram. Daha doğrusu mələk eləyir. Və toyuqları da bir-bir qızartıram. Qızardana soğanı da qızardıb, kartof da əlavə edib, biraz sarköyükdə su da əlavə eləyirəm. Təbii ki, duz da vururam. Qoyuram xırda-xırda bişir. Sonra başlayırıq sifrəni hazırlamağa. Artıq nənəmgil də gəlmişdilər bizə sifrəni hazırlayır. Elə böyük də deyildi, öz aramızdaydı. Ona görə də qablar elə sadə qablardan istifadə elədim. Daha sonra mamanın doğrasını qəşəng yığıram qablara, pendir doğrayıram, göyərti ilə sifrəyə qoymağa və bu turşu xiyar da sizə deyəcəm. Heç elə bir turşu xiyar yemirsən, elə bil ki, adi bir xiyar turşusu yeyirsən, yəni şor deyil, acı deyil, çox dadlıydı. Onu da mama yoldaşı vermişdi. Bu arada pulla satır, mütləq onun dadını hər kəs sınamalıdır. Hər nəysə, deməli, meyvələri falan hər bir şey sifrəyə yığırıq, salatda qarışdırıram, qoyuram. Salata şüyüt əlavə eləmişim. Bu salata şüyüt əlavə eləmişim, qəşəng olur, yadını saxlayın mütləq. Artıq yeməklərimiz hazırdır. Bir dənə də ayrıca papa belə əsl dağlı sulu çolpa pişirdirmişdi. Üzərinə yumurta vurdurmuşdu. Nəsə ki, artıq qonaqlarımız gəlib, yeyirlər. Allah babama da, nənəmə də, nənələrimin ikisine can sağlığı versin. Hər zaman süfrəmizin başında olsunlar. Onlar bizim süfrəmizin başında olanda bizim rozimiz də artır, bərəkətimiz də artır. Daha çox xoşbəxt oluruq. Və aşımı da göstərim sizə. Özüm pişirmişəm qızlar kendi ellərimlə. Sağ olsunlar. Sonra dayım arvadları, əmm arvadları yığışdılar. Köməklik göstərdilər. Qabları falan yuyub yerinə yığdıq və gəlir tort. Mən hər tortların ikisini də özüm bişirmişəm. Əsas məqsədim bölüşəcəm. Əsl uşaqlığımızdakı o tortların dadını verir. Tortda elə belə bişirmişdim və sonda da bizim məşhur oyunumuz lat oynuyoruz və bugün belə bitir. Takip etmeyi unutmayın.